Salam dostlar. Bugün baxacağımız sual LeetCode-dan maximum product of three numbers-dır. Sualın şərtinə görə bizə bir array verilir. Hansı ki, bu array'in daxilində 10 üstü 4-ə qədər ədəd ola bilər. Və bizdən istənilən odur ki, biz elə 3 dənə ədəd seçməliyik ki, həmin 3 ədədin hasili ən böyük olsun. İlk baxışda sual o qədər də çətin görünmür. Zaten easy olaraq da burada asan olaraq kateqoriyalaşdırılıb. Bizim ilk ağlımıza gələn o olardı ki, yəni də 3 dənə ən böyük ədədi seçim, onları bir-birinə vurum və mən də cavabı alım ki, mənim də ilk intuisiyam bu idi. Yəni kifayət qədər də məntiqli görünür. Və sual niyə asan işarələnib burada? Biz əgər verilmiş arraydən 3 dənə ən böyük ədədi seçmək istəyiriksə, yəni sortlayırsan, axırdan 3 dənəni götürürsən, düzdürmü? Bu o qədər də çətin deyil. Siz sortlaya bilərsiniz, hansı ki, bu time complexity-ni o n log n eləyir. Lakin mən biraz fərqli getmək istədim, linear formada, yəni o n həlli ilə həll etməyə çalışdım. Və burada mən o kodu yazmışdım öncədən. İndi o kodu sıfırdan yazmayacağam. Bunun məntiqini izah eləməyə çalışacağam. İndi isə keçək yazmağa. Deməli, hal-hazırda laptopdayam. Buradan fikir versəz, mən array çəkmişəm bir dənə. İçərisində 1, 4, 3, 2, 6 var. Və mən də 3 dənə də dəyişkən yaratmışam. Max 1, Max 2 və Max 3. Adlarından göründüyü kimi Max 1 bizdə ən böyük ədədi göstərmiş olacaq, özündə tutmuş olacaq. Max 2 ikinci ən böyük, Max 3 isə üçüncü ən böyük. Və default olaraq loop'a başlamazdan öncə mən bunların hər üçünü int min dəyişkəni, hansı ki bu sizin proqramlaşdırma dilinə asılı olaraq dəyişəcək, ən kiçik mümkün integer dəyərini vermişəm. Buna takmayaq. Loop eləyirəm mən. Deyək ki, hal-hazırda 1-dəyəm, düzdürmü? 1-i mən buradakı 3 dənə nəzərdə tutulmuş maksimum dəyişkənlərimlə müqayisə etməliyəm. Müqayisə deyirəmsə if else var. Müqayisə etməliyəm və ona görə mən max 1-i, max 2-ni və max 3-ü update eləməliyəm. Bəs necə update eləyəcəm? Birinci baxıram 1-i, buradakı 1-i. Mənim hazırda ən böyük dəyişkənim olan max 1 ilə müqayisə edirəm. 1 hazırda max 1-dən böyükdürmü? Bəli. Çünki 1 int min-dən, bu hansı ki çox minimal bir ədəddir, ondan böyükdür. Nə edirəm? Silirəm bunu, buna update edirəm. Qoyuram 1. Amma mənim 2 dənə də böyük dəyişkənim var idi, max 2 və max 3. Bəs bunlara nə olur? Biz məntiqlə əgər ən böyük ədədi update eləyiriksə, onu biz dəyişiriksə, bu max 2 və max 3 sürüşməli dəyərlər. Başa düşdünüz? Burada indi tam da bilinmir. Gəlin mən belə sizə nümunə göstərim. Deyək ki, max 1, max 2-ni, max 3-ü mən təzədən yazıram. Deyək ki, max 1 indi 4-dür, max 2 3-dür, max 3 isə 2-dir. Tamammı? Deyək ki, arraydə mənə gələn ədəd indi 5-dir. Neynirəm? Max 1-in yeni qiyməti olur 5. Sonra neynəməliyəm sizcə? Max 2 4 olmalıdır, sürüşmə baş verməlidir. Bəs max 3, o da 3 olmalıdır. Yəni, biz hər dəfə max 1-dən böyük bir ədəd görəndə max 1-in özünü dəyişirik və max 1-in dəyərini max 2-yə verməliyik. Max 2-nin dəyərini isə max 3-ə verməliyik. Bunu həmişə biz update eləməliyik. Bu da təbii ki, məntiqlidir. Biz ən böyük ədədimizdən daha böyük ədəd tapmışıqsa, ən böyük ədədi dəyişirik daha böyük ədədlə, yəni 5 ilə. Və ikinci ən böyük ədəd də nə olmalıdır? Sürüşməlidir, olmalıdır. Yəni əvvəlki birinci böyük ədədin dəyəri 2 olmalıdır. Bu formada 3 də dəyişməlidir. Bura qədər məncə aydındır. Ona görə mən burada aşağıda update-imi eləyirəm. Ki burada çox da bilinmir. Zaten max 1-in öncəki dəyəri int min idi deyə max 2 də int min olur. Max 3-ün də öncəki dəyəri max 2-dən götürür, int min olaraq qalır. Heç nə dəyişmir. İndi gələk 4-ə baxaq. 4-də biraz işlər dəyişəcək. Max 1 1-dir. Hazırda gələn ədəd 4 1-dən böyükdür. Update elə 4. Max 2
Max 1-in öncəki dəyərini götürür 1, max 3, max 2-nin öncəki dəyərini götürür, hələ ki int min qalır. Gəlirəm 3-ə. 3. Aha, burada biraz işlər dəyişir. 3 hazırdakı ən böyük nəzərdə tutduğumuz ədəd, yəni 4-dən böyükdürmü? Yox. Kiçikdirmi? Hə. Kiçikdirsə neyniyək? Əgər hazırda bu 3 max 1-dən kiçikdirsə, onda max 1 ilə müqayisə eləmirəm, keçirəm bu ikisini. Aha, mən indi 3-ü bu ikisi ilə müqayisə eləməliyəm. 3 max 2-dən böyükdürmü? Hə. Max 2-ni update elə. Əgər max 2-dən böyükdürsə, o zaman max 3 də avtomatik olaraq sürüşməlidir. Max 2-nin öncəki dəyəri sürüşüb olur max 3. Bu belə. Gəldim 2-yə. 2 max 1-dən böyükdürmü? Yox. Kiçikdirmi? Bəli. Kiçikdirsə max 2 ilə müqayisə eləyirəm. Max 2-dən də kiçikdir. O zaman son olaraq qalır max 3 ilə müqayisə eləməyim. Max 3-dən böyükdürmü? Bəli. Onda bunu 2 elədim. Gəlirəm 6-ya. 6 hal-hazırda mənim nəzərdə tutduğum ən böyük ədəddən də böyükdürmü? Bəli. Max 1-ə 6 eləyirəm və yenə də uyğun olaraq max 1-in 4 dəyəri max 2-yə sürüşür. Max 2-nin 3 dəyəri bura sürüşür. Və həqiqətən də sonda biz nə alırıq? 3 dənə ən böyük ədədi almış oluruq ereydə. 6, 4 və 3. Bunların hasilini də siz bir-birinə vurursa alırsınız 72, 12 vur 6. Ki hər şey qaydasındaydı bura qədər və sizə bir maraqlı bir şey deyim, əslində bu sualın cavabı deyil. Mən özüm də bu nöqtəyə qədər fikirləşmişdim, gəldim. Sonra gördüm ki, yox, bu deyilmiş. Bəs niyə bu həll düzgün işləmir? İndi keçək kompüterimizə. Buranı mən bağlayım. Hal-hazırda kompüterdəyik, ekrana baxırıq. Bu kod niyə məndə səhv olub? Wrong answer var. Bax, fikir verin. Eyni kodu, eyni məntiqi yazmışam. Baxın, loop elədikcə 3 dəyişkən var. Əgər hazırdakı ədəd böyükdürsə max 1-dən, mən max 1-i həmin ədəd eləmişəm, max 2-ni max 1 eləmişəm. Yəni burada temporary dəyişkəndən istifadə eləmişəm təbii ki, çünki max 1-i update eləyəndən sonra əvvəlki dəyəri necəsə saxlamalıyıq. Bura qədərində yəqin ki, bilirik. Yəni eyni məntiqləri istifadə eləmişəm, amma məndə bu case-də səhv çıxıb. Aha, bu məndə burada bir aha moment yaranır. Çünki mən burada 24 almışam ki, kodun məntiqinə görə 4, 3, 2 ən böyük ədədlərdir. Vururam 24 alam, amma cavab 39200-dür. Artıq burada deməli işimizi nə pozur? Mənfi ədədlər. 3 dənə ədəd seçirik. Burada niyə cavab bu alınıb? Bu adam götürüb -100-ü -98-ə vurub, sonra da 4-ə vurub yəqin ki. Deməli burada bir riyazi bir şey var. Biz bilirik ki, 2 dənə mənfi ədədi bir-birinə vuranda müsbət ədəd alınır. Və mən 3 dənə ədəd seçəcəyimsə, əgər həmin 3 ədəddən neçəsi mənfi ədəd ola bilər? Əgər ki, mən hasilin böyük olmağını istəyirəmsə. Biri ola bilərmi? Yox. 2 müsbət ədədi vururam bir-birinə, mənfiyə vuranda mənfi olur. İkisi ola bilərmi mənfi? 100%. 2 dənə mənfi ədədi bir-birinə vururam, olur müsbət. Müsbəti təzədən müsbətə vururam, müsbət. Hər üçü mənfi ədəd ola bilərmi? Yox. 3 dənə mənfi ədədi vuranda mənfi alınır. Deməli, mən nə etməliyəm? Mən əgər ən böyük ədədi almaq istəyirəmsə, 3 dənə ədədin hasilindən, burada 2 dənə ehtimal var. Buna görə də yenə yazmağa keçək. Deməli, 2 dənə ehtimal var dedim. Ya 3 dənə ən böyük ədəddir. Max 1 vur max 2 vur max 3. Ya cavab bu olacaq. Düzdürmü? Biz bunu artıq bildikdə necə eləyirik məntiqini. Çox asandır. Kodda da gördük. Ya da ikinci ehtimal var. Biz buradakı test case-də gördük ki, bu adamlar necə tapıblar ən böyüyü? 2 dənə ən kiçik mənfi ədədi bir-birinə vurublar. Sonra onu ən böyük müsbət ədədə vurublar. Ona görə biz necə elə bir kod yazmalıyıq ki, array-də loop gedəndə 2 dənə ən kiçik ədədi də tapsın. Və onu max 1-ə də vursun. Sonra mən bu ikisinin arasından hesablayım ki, hansı maksimumdur. Bu hissəni başa düşdükdə yəqin ki, minimum 1 və minimum 2-ni. Çünki
2 dənə mənfi ədədi bir-birinə vururamsa, mən elə necə seçməliyəm bu mənfi ədədlər? Çünki ərəyimin daxilində 100 dənə mənfi ədəd ola bilər də. Necə ikisini seçim ki, ən böyük hasılı alım? Söhbət ikisindən gedir. Bu da sadədir. 2 dənə ən kiçik mənfi ədədi siz bir-birinə vuranda ən böyük müsbət ədəd alacaqsınız riyazi olaraq. Bizim halda da baxın -100 var, -98 var deyək ki, -1 ərəyi bura yazıram bir də mən rahat olsun deyə. Yəni də burada 3 dənə mənfi ədəd var. İkisi ən kiçik olan hansıdır? Bu. Bir-birinə vuranda daha böyük ədəd alırsınız da məntiqli olaraq. Durub -98-i -1-ə vuranda təbii ki 98 alırıq, amma burada ən kiçik ikisini bir-birinə vuranda ən böyük müsbət ədəd alıram. Və onları da təzədən ən böyük müsbət ədəd, yəni 4 ilə vuranda ən böyük ədəd almış oluram. Ona görə də mən bunların ikisini də hesablamalıyam ki, sonra onların arasından ən böyüyü tapa bilim. Ki burada mən sonra kodu düzəltdim. Burada submission-a gələk, accepted. Baxaq koda nəyi dəyişmişəm. Mən artıq 2 dənə də dəyişkən saxlamışam. 1001 və 1002. 1001, 1002 dəyişkənləri, hansı ki başda bunlar int max idi. Çünki bu dəfə ən kiçikləri tapmağa çalışırıq. Düzdürmü? Mən nə edirəm? Hər dəfə arraydən ədəd gələndə mənə yoxlayıram. Əgər hazırki ədəd ən kiçik nəzərdə tutduğum ədəddən belə kiçikdirsə, nə edirəm? Çox sadə. 1001-i namsay eləyirəm. Sonra biz öncəki məntiqdə nə demişdik? 1001-i update eləyirəmsə, artıq daha kiçiyi ilə. Mənim öncədən ən kiçiyim 1001 idi deyə, 1001 özü də daha kiçiyini tapdı. Onda 1001-in öncəki dəyərini minimum 2-yə verirəm. Ki, koda baxası olsaq, burada temporary dəyişkənlə bunu eləmişəm. Yox, əgər hazırki minimal ədəd mənim hazırki gələn ədəd arraydən, nums aydan söhbət gedir. 1001-dən kiçik deyil, böyükdür və yaxud da bərabərdirsə, mənim minimum 1 ilə işim yoxdur. Update eləməyimə ehtiyacım yoxdur. Avtomatik keçəcəm 1002-yə. 1002-ni deyəcəm ki, baxın burada min funksiyası var, bir də if else yazmamışam. Bu çox dildə var, bütün dillərdə var da bu. Min seçirəm ki, 1002 ya da ki, namsa ilə ikisinin arasına ən kiçiyini 1002-yə ver. Çünki 1001 ilə işim yoxdur, zaten ondan böyükdür və yaxud da bərabərdir, ondan heç işim yoxdur, keçirəm 1002-nin aqibətinə baxmağa. Və bu kodda bu hissədə çalışır, loopda bu hissədə və axırda dediyimi eləyirəm. 1001 vur, 1002 vur, max 1 və yaxud da ki, max 1, max 2, max 3-ün hasilinin arasından maksimumunu seç. Okey. Ümidvaram anlata bildim. Bu tip suallarda sadəcə sortlamaq da ola bilərdi, sortlaya bilərdiniz. 3-4 sətrə kodu yazardınız təbii ki. Amma yəni sortlamaqdansa biz daha düzgün, daha sürətli bizə həll lazımdır ki, baxın burada bu 0 ms-dir. Yəni ola biləcək ən sürətli koddur. Sadəcə bir dənə for loopudur. Time complex-idir, o n-dir. Əladır, sadəcə if istifadə edirik. Bir dənə də loopdur. Belə, əgər suallarınız olarsa gözləyəcəm. Ümidvaram izah edə bildim. İzlədiyiniz üçün təşəkkürlər.